Değerli meslektaşlarım. Əgər Avropa böyük qaz tədarükü istəyirsə, bu istiqamətdə uzun müddətli müqavilə mexanizmləri dəstəklənməlidir. Bunu Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində təchizatın təminatında dəyişən dinamikalar, çətinliklər və imkanlar mövzusunda keçirilən nazirlər sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, əks halda qaz hasilatına böyük sərmayə yatırmaq, onu son təyinat nöqtəsinə çatdırmaq və bazarda satmaq üçün zəmanət olmadıqda riskli ola bilər. Pərviz Şahbazov Azərbaycanın neft və təbii qaz təchizatçısı kimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsi, bu xüsusda Türkiyə ilə birgə reallaşdırılmış layihələrin töhfələrinin artırılması və bu ölkəyə cari ildə təxminən 10 milyard kubmetr qaz tədarükünün planlaşdırılması kimi məqamlardan bəhs edib. Onun sözlərinə görə Türkiyə bizim üçün yalnız istehlakçı deyil, həm də tranzit ölkəsi kimi böyük əhəmiyyətə malikdir. Məhz bu marşrut vasitəsilə Azərbaycan enerji resurslarını Avropa ölkələrinə nəql edir. Nazir həmçinin vurğulayıb ki, karbohidrogenlərə qarşı siyasət, qlobal enerji sistemində qaz sektoruna investisiyaların azalmasına, enerji resurslarının bazarlara çatdırılmasını təmin edəcək infrastrukturun çatışmazlığına yol açmaqla qaz təchizatı planlarının reallaşdırılmasına mane olur. Enerji mənbələrinə siyasi və ideoloji prizmadan yanaşmaq əvəzinə, real enerji strategiyalarının necə inkişaf etdiriləcəyi məsələsinə fokuslanmaq vacibdir. Çünki dünyada əhali enerji tələbatı artır və gələcəkdə enerjini israf etmək lüksümüz olmayacaq. Məhz buna görə də biz hazırda mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsinə prioritet kimi müəyyən etmişik. Bir sıra regional layihələrə start vermişik və bu layihələr reallaşarsa, enerji təhlükəsizliyi və ətraf mühitə müsbət töhfə verəcək, deyə o əlavə edib. Yaşlı enerji interkonnektorlarına gəlincə nazir bildirib ki, Azərbaycan bu xüsusda Türkiyə, Gürcüstan, Rumıniya, Bolqarıstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir.